Dünən Pakistanın baş naziri Türkiyədə səfərdə oldu, Cənab Ərdoğanla görüşdü və orada kiçik bir mesaj səsləndi ki, Azərbaycanla birlikdə bir Pakistanla bağlı planımız var. Amma heç nə açıqlanmadı, deyilmədi. Mənim üçün maraqlıdır görəsən nə nəzərdə tutulur. Çünki bir neçə gündən sonra mı, bu aylarda olmalıdır da səhv etmirəmsə Azərbaycan prezidentinin Pakistana səfəri olacaqdı. Çünki baş naziri bura gələndə bununla bağlı razılaşma əldə olundu, bəyanatda verildi və eyni zamanda İran prezidenti bir həftə sonra gəlir Bakıya. Bugün də başqa bir xəbər çıxdı İsrailin baş nazirinin gələcəyi ilə bağlı. Bu ilk növbədə siyasi məsələdir, amma təkcə siyasi deyil. Bizim İsraillə də iqtisadi məsələlərimiz var, amma iqtisadiyyat bir yana qalsın. Mənim üçün çox maraqlı. Sizcə Ərdoğan nəyi nəzərdə tuturdu? Siz elə məsələlər var ki, hər kəsə gün kimi aydındır və məlum hər kəsin bildiyi məsələnin şərhini versən. Amma sizin dediyiniz məsələ ilə bağlı burada artıq versiyalar, mühakimələr, yanaşmalar, müxtəlif fikirlər səslənə bilər. Bizim üçün hər ikisi strateji önəmə malikdir. Biz Türkiyə ilə strateji və hərbi müttəfiqik. Eyni zamanda Pakistan dövləti bizim üçün ən yaxın dövlətlərdən biridir. Tərəfdaşlıq münasibətlərimiz ən yüksək səviyyədədir. Türkiyənin də işğalçı Ermənistanda səfirliyi olmayıb. Eyni zamanda Pakistan da analoji addım atıb və 2-ci Qarabağ müharibəsində Pakistanın Azərbaycana verdiyi siyasi və mənəvi dəstəyi biz heç zaman unutmarıq. Bu bəlli həqiqətdir və bizim münasibətlərimizi inkişaf edir. Mənə elə gəlir ki, Azərbaycan, Türkiyə və Pakistan üçlük formatında ola bilsin ki, əlaqələrin inkişafı və bölgədə bu günləri çox ciddi və hətta deyərəm çox təhlükəli proseslər getməkdədir. İndi qeyd etdiyiniz kimi Azərbaycan prezidentinin Pakistana səfəri gözlənilir, İsrailin baş nazirinin gəlişi məsələləri, İsrailin Birləşmiş Ştatların İranla münasibətlərinin kritik həddə olması və hətta yenidən söhbətlər gəzir ki, doğrudanmı müharibə başlayacaq. Hətta belə versiyalar var ki, Birləşmiş Ştatlar özü İrana qarşı müharibəni başlamaya bilər, bunu İsrail vasitəsilə reallaşdıra bilər, yəni zərbəni İsrail yendirə bilər. Yəni göründüyü kimi yaxın şərq bölgəsi, Orta Şərq və Cənubi Qafqaz regionunda çox ciddi proseslər getməkdədir. Və ona görə də burada birmənalı fikir söyləmək olmaz və Cənab Ərdoğan da heç bu məsələnin çox mahiyyətinə varmadı. Amma hər halda məsələ daha çox təhlükəsizlik məsələlərinə qaynaqlanır. Burada birmənalı təhlükəsizlik, çünki bölgədə bayaq söylədiyim kimi sanki müharibənin bir qoxusu gəlir. Bax, hesab edirəm ki, əsas səbəblərdən biri budur.